Can Azərbaycan. Salam əziz izləyicilər və əziz dinləyicilər. İctimai Radionun efirində Can Azərbaycan verilişi başladı. Aparıcınız mənəm Pərvanə Nadir qızı. Bugün də çox maraqlı bir həmsöhbətim var. Gözəl xanımdır və illərdir ki, Azərbaycan musiqi səhnəsindədir. İllərdir ki, ən gözəl alqışları qazanıb. Mən onun haqqında danışanda 90'ların sonlarını nədənsə fikirləşirəm. Fikirləşirəm ki, o illərin dinləyiciləri bir başqaydı. Bugünkü dinləyicilər bir başqadır. Görəsən bizim əzizimiz, əziz müğənnimiz və aktrisamız, əməkdar artist Almaz xanım Ələsgərova necə düşünür? Xoş gəlmisiniz Almaz xanım. Çox sağ olun Pərvanə xanım, çox sağ olun dəvətə görə. Ümumiyyətlə mən ictimai televiziya və radionu çox sevirəm. Çünki burada bu televizyada, radioda çox böyük səviyyə var. Səmimilik var, sevgi var, hörmət var. Bunlar da bir-birinə cəmlənib, necə deyərlər, məndə böyük bir hörmət əmələ gəlir. Təşəkkür edirəm. Çox sağ olun. Bu qarşılıqlıdır, inanın ki. Bəli. Və Almaz xanım, nəsillər dəyişir. Hər 10 ildən bir nəsil dəyişir. Bizim övladlarımız da artıq müəyyən bir yaş dövrünə gəlib çatırlar. Bugünkü gənclər artıq süni intellekt dövründə böyüyürlər, yaşayırlar. Və mən əminəm ki, sizi yolda görəndə, ya hansı bir tədbirdə görəndə insanlar deyirlər ki, Almaz xanım, siz mənim anamın, atamın ən sevimli müğənnisisiz. Və yaxud deyirlər ki, Almaz xanım, o vaxtı bir mahnınız var idi filan. Onda özünüzü necə hiss edirsiniz? İnanın ki, mənə çox xoş olur. Ümumiyyətlə çox vaxt deyirlər ki, ay siz mənim anama necə bənziyirsiniz. O qədər mənə belə sinəmə yağ kimi yayılır ki, görün ki, məni kimə bənzədirlər, anaya bənzədirlər. Bu görün ən gözəl bir his. Yəni mən sevinirəm ki, mən bunu qazanmışam. Mən sevinirəm ki, insanlar məni görəndə yaxşı sözlər deyir. Mən sevinirəm ki, kiminsə qəlbinə, kiminsə evinə sevgi, necə deyərlər, o bir məni görəndə o insan gülümsəyir, bu mənə bəsdir. Elə onu qazanmışam. Nə yaxşı ki. Bəli, üzünüzün gülməyi, sizi görəndə üzünüzün gülməyi elə belədən deyil. Çünki siz həm də aktrisasınız. Bəli. Və elə bir teatrda çalışırsınız ki, musiqili teatrın tamaşaçıları tez-tez Almaz xanımı səhnədə görürlər. Elə sonuncu dəfə Gülçöhrə və Əsgər tamaşasında. Və mən əminəm ki, o teatrın səhnəsində olan hər bir aktrisa üzündəki o ifadə ilə, o gülüşlə tamaşaçıya müsbət enerji ötürür. Almaz xanım, teatrda necədir vəziyyət? Teatrımızda çox gözəldir. Rəngarənglik var teatrımızda. İndi qabaq musiqili komediya teatrı idi. İndi musiqili teatrdır. Nəyə görə? Çünki bizim teatrımızda dramada oynanılır, komediyada oynanılır, müzikallar olur. Yəni balaca bir tamaşalar da olur. Uşaqlar üçün tamaşalar da olur. Bizdə teatrımızda stop yoxdur. Hər gün nəsə olunur. Hər gün biz nəsə məşq eləyirik. Yəni çox maraqlı bir yerdir bizim teatr. Çox. Və inanın ki, hər tamaşaya da anşlaq. Hər bir tamaşaya. Bax, sonuncu tamaşa idi, Mesenat gedirdi bizdə. Çox gözəl tamaşa idi. Samir Qulamov onu rejissor idi. İnanın ki, bütün teatr orada ifa eləyirdi. Bundan qabaq Gülçöhrə və Əsgər, orada mən elə bir ki, Arşın Malalanın davamı idi. Bəli. Davamı idi, amma o komediya deyildi. Çünki Kemal Abdullah onu belə yazmışdı ki, Əsgər gedir, düşür Sibirə, orada rəhmətə gedir və onun elə bir ki, oğlu olur, böyüyür, artıq böyük oğlan olur. Yəni belə bir tragediya kimi olur. Amma çox maraqlı idi. Çox maraqlı qoyub bizim Əsgər müəllim var, rejissor. Çox bir yəni inanın ki, o tamaşaya
boş zal görməzsiniz. Ümumiyyətlə bilet tapmaq çətin Bəli. olur. Mən özüm də teatr tamaşalarına tez-tez gedirəm və bəlkə də dinləyicilər fikirləşər ki, Almaz Ələsgərova deyəndə birinci bir müğənni obrazı göz önünə gəlir. Pərvanə xanım, niyə birinci teatrdan sual verirsiniz? Çünki Almaz xanım Ələsgərova elə bilirəm ki, son vaxtlar özünü aktrisalığa daha çox həsr eləyir. Yox, mən deyim Pərvanə xanım, mənim öz sənətim məli aktrisalıqdır. Mən incəsənətə 85-ci ildə qəbul olanda musiqili komediya aktyorluğu fakültəsinə qəbul oldum. Və məni birinci həftədən musiqili komediya teatrına seçdilər. Nəğməli Könül tamaşasına. Çünki Xədicə Abbasov oynayırdı orada, bizim sevimlimiz. O artıq yaşadı olmuşdu, biraz o rolə gənc bir qız lazım idi. Onda məndə gördülər onu. İnanın ki, hələ birinci həftəsindən qəbul olmağımdan o qədər məndə istedad var idi. Və mən 85-ci ildə 2 il orada işləyəndən sonra tək onu nəğməli Könüldə oynamırdım. Başqa bir tamaşalarda da oynayırdım. Və nədən irəli gəlirdi, mən də bilmirəm, cavanlığımdan irəli gəlirdi. Mən oxumağa daha da çox meyil bağlayırdım. Və dedim ki, yox, mən çıxıram teatrdan. Üzümü tutdum Rəşid Beybutov teatrına. Və Rəşid Beybutov teatrına üzümü tutanda artıq mən teatrın nəznində Gərayzadənin bir qrupu var idi. Caz folklor, Hindi ay paradı. Mən orada da çalışırdım. Orada da fəaliyyət göstərirdim. Hər yerə gedirdik universitetin adından, konsertlara, bayramlara, şənliklərə. Və üzümü tutdum Rəşid Beybutov teatrına. Mən ora gedəndə Rəşid Beybutov mənim üçün böyük bir jüri düzəltdi. Özü zalda oturmuşdu. İşçilərini çağırdı ki, mən bu qıza qulaq asmalıyam. Mən çıxdım, hər dildə oxudum o teatrda. Rəşid müəllim üçün. Mənə dedi, düş gəl bura. Çağırdı məni, düşdüm. Dedi ki, biz şeydi. Ты самородок. Yəni o qandan gələn şey. Bəli. Ты самородок. Get ərzəvi yaz, mən səni bir solist kimi işə götürürəm. Mən elə muskomediyadan çıxdım, gəldim Rəşid müəllimin teatrına və Rəşid müəllimlə bir 3 il çiyin-çiyinə çalışdıq. Almaz xanım, Rəşid müəllim çox gözəl bir ifadə işlədib. Samarodok, yəni o genetikadan gələn bir şeydir də, sizin istedadınız, qabiliyyətiniz, fitri istedaddır bu, fitrətən gəlir. Mən belə başa düşdüm ki, sizdə həqiqətən ailənizdə, nəslinizdə olub, hə, belə istedadlı insanlar. Əlbəttə olub, belə mənim dayım Cahangir Cahangirov. Bəli. Əbəs yerə soruşmuram. Bəli, mənim ana tərəfim, mənim anam gözəl tar çalıb, onun dərsinə gedib. Sonra ailə qurub, artıq o vaxtlar atalar qoymurdu, qardaşlar qoymurdu. Cahangir Cahangirovun bir bacısı vardı, Roza xanım. Bəli, Roza xanım mənim canım, Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Biz onunla tez-tez həmsöhbət olurduq. Cahangir Cahangirov haqqında verilişlər hazırlayırdım. İctimai televiziya hələ təzə açılan vaxtlarda və həmişə Roza xanım mənə kömək eləyirdi. Ruhu şad olsun. Bəli, Roza xanım Nekrasov adlı kitabxanada işləyirdi. Mən də hər zaman boş bir vaxt olanda qaçırdım yanına. Biz həmişə bir yerdə olmuşuq. Biz qohumlar elə onun sağlığında Muğam mərkəzində Cahangir Cahangirova həsr olunmuş bir konsert olmuşdu. Arif Qaziyev, Allah ona rəhmət eləsin, bir konsert eləmişdi dayı üçün. Hamısı oradaydı. Siz xatırlayırsınız dayınızı? Mən balaca olmuşam, amma universitetə girəndə anam dedi ki, anam çox mənə görə həyəcan keçirdi. Dedi, ola bilər ki, girməyəsən, amma mənim canımda o qədər istedad var idi. O qədər can atırdım oxumağa. Həm uşaqlıqdan belə olmuşam mən. Evin aktrisasıydım mən. Müğənnisi və aktrisası. Ananız dedi ki, birdən girə bilməzsən. Birdən girə bilməzsən. Gedim dayıya deyim. O vaxt Cahangir Cahangirov konservatoriyada professor işləyirdi. Mən onu qoymadım. O qədər mən özümə güvənən uşaq idim. Dedim, bilirsən mama,
ona görə tanımasınlar, özümə görə. Qoy elə olsun, mən istəmirəm. Anam da heç demədi. Elə getdim özüm, elə girdim imtahana, inanın. Bax, kim idi imtahanda? Şəfiqə Məmmədova, Bəli. Lütfiyar İmanov, Həsən Turabov. Girdim, 3 dənə 5 qoydular mənə sənətdən. Çıxdım. Bəli. Yəni bu qədər mən özümə o qədər rahat Ya özünüzə inanırsınız, hə, Almaz xanım? Bir qadın üçün bu İnanıram. çox vacib şeydir. Çox inanıram özümə. Amma məndə bir şey var da. Tənbələm. Bax bu tənbəlliyi məndən elə bir ki Bəlkə siz öz komfort zonanızdan çıxmaq istəmirəm. Lap psixoloqlar kimi danışdım əziz dinləyicilər. İndi dəbdədə axı o saat deyirlər ki, falan kəs komfort zonasından çıxmaq istəmir. Yox, mən elə həmişə komfortluğu sevən adam olmuşam, düz deyirsiniz. Amma nəsə belə deyim ki, belə məndə bilirsiniz nə yoxdur? Var müğənnilər, heç nə yoxdur bunlarda. Amma hamını aralayıb deyir, mənəm ki, məndə. Məndə elə şey yoxdur. Mən həmişə sevmişəm ki, mənə sənətin ən böyük yüksəkdə olan insanlar mənə qiymət versin. Bax, ona çalışmışam mən. Qoy mənə deməsinlər ki, Almaz, onun səsi yoxdur, oxuyan deyil ki. O elə belə gəlir. Onu istəmirdim heç vaxt. Və onu mən qazandım. Bəli. Mən onu necə qazandım? Yəni özümdə onu bilirəm ki, səsim var, bilirəm ki, istedadlı insanam, bilirəm ki, mən tamaşanı oynamışamsa, layiqincə oynamışam. Əgər bir mahnını oxumuşamsa, layiqincə oxumuşam. Ona görə də arxayınlıq məni belə eləyib. Çox arxayın olub belə mən olmuşam. Almaz xanım, çox böyük uğurlarınız olub. Bu haqqda da danışacağıq əlbəttə ki. Amma yaradıcılığınızın, musiqi fəaliyyətinizin elə bir dönəmləri olub ki, onda ya siz özünüz bilərəkdən səssizliyə çəkilmisiniz, sakitliyə çəkilmisiniz, ya da ki, bayaq dediniz, tənbəllik məsələsi, yəni istəməmisiniz bəlkə də, fikirləşmisiniz ki, biraz arada fasilə verin və s. Sənətkar üçün, yaradıcı insan üçün səssizlik vacibdir. Ümumiyyətlə, bax, mən sizə deyim ki, yaradıcı insanların çoxunda o olur. Mən demirəm ki, mən nə asam, sənətkaram, indi bu işin içindəyəm. Məndə müəyyən yaşa kimi çox işlədim mən, çox. Bəlkə də yorğunluq məni belə saldı, sakitliyə düşdüm. Bəlkə də yoruldum. Çox işlədim, doğrudan da çox işlədim. Və müəyyən yaşa dolduqca və o yaşdan sonra istəmirəm özümü əziyyətə salım. Ancaq demirəm, sənətimi qoymuşam qıraqda, yox. Oxuyuram, yaradıram, yeni mahnılar, yeni... Teatrda çalışırsınız. Teatrda çalışıram. Biraz da teatr məni elə elədi. Bax, onu da deyim. Siz canlı ünsiyyətin tərəfdarısınız da, daha çox belə deyin. Bəlkə də teatrda məni, bax, ürəyim gedir, çıxım teatra, səhnəyə, o alqışlar. Müğənniliyimdə də alqışlar var idi. Amma burada tez-tez çıxırsan səhnəyə. Məhz səhnənin üstündə olursan. Bəli, və canlı sizi görürlər, alqışlayırlar. Bəlkə də ona görə mən müğənniliyi biraz geri çəkdirdim. Amma belə yaxşıdır. Yaxşısınız. Çox rahatam. Əla. Almaz xanım, Bakı payızını necə xatırlayırsınız? Bakı payızı deməli mən Rəşid Beybutovun teatrındaydım. Rəşid müəllimə gəldim. Sevməzdi kimsə truppadan harasa gedər. Kollektivini çox istəyirdi Rəşid müəllim. Gəldim, dedim ki, Rəşid müəllim, mən istəyirəm bir Bakı payızı keçirilir. İstəyirəm orada iştirak edeyim. Baxdı mənə, dedi, nə? Nə Bakı payızı? Deyirəm ki, istəyirəm də, siz mənə icazə verin də. Yəni, mən sizə deməliyəm ki, gedim ora. Mənə deyir, yaxşı, nə oxuyacaqsan orada? Məndə də balaca belə şey var idi, player. Naushnikimdən belə, qulaqçıq. Qulaqçıq. Dedim ki, bu taxtı qulağına, xod ver.
Xod verdim. Yo, belə elədi mənə. Bu mahnı ilə festival olmaz, konkurs olmaz. Sənə başqa mahnı lazımdır. Belə baxdı. Get sabah gələrsən, gözləyirəm səni. Sabah oldu. Saat 12-də işə gəldim. Dedilər, Rəşid müəllim səni çağırır. İndi ondan da, o da elə zehimli adam idi. Heç nə eləmirdi bizə, amma o qədər çəkinirdi. Neçə yaşınız var idi? Mənim 18 yaşım var idi. Gəldim, qapını döydüm belə. Dedi, gəl. Açdım belə, girdim, gördüm. Burada Tofiq Quliyev oturur. Bəli. Burada da Faiq Sücəddinov. Belə stol idi, özü də başda oturub. Deyir, gəl mənə belə elədi. Tofiq müəllimə dedi ki, tanış ol Tofiq. Belə dedi ona. Bu mənim qızımdır. Gözəl səsi var. Nəsə sənin o proyektun var ha, orada iştirak eləmək istəyir. O Bakı payızında Tofiq müəllim yaratmışdı. Faiq müəllimə dedi ki, sən də Almaz üçün yaxşı bir mahnı yazırsan. O da deyir, baş üstə. Amma tezliklə ha, dedi, baş üstə. Mənə dedi ki, get hazırlar. Bax, elə belə mən Bakı payızına getdim. Faiq müəllim mənə çox gözəl bir mahnı. Hansı mahnı idi? Təkcə onu bilirəm. Çox yaxşı mahnı idi. İndi onu inşallah yeni bir aranjmanda eləyəcəm və inşallah oxuyacaqsınız yenidən. Bəli. Və mən iştirak elədim. Teatrdan da mənə gözəl paltarlar. O vaxtı kasıb uşağı idi. Yəni elə də paltarlarımız yox idi, elə də pulumuz yox idi. Nə idi? Ancaq bir şey alırdıq, stipendiya. Təqaüd alırdıq. Elə oldu ki, ən gözəl paltarlar məndə idi. Özüm də arıq qız idim. İştirak elədim və ikinci yeri tutdum. Bəli. Laureat. Artıq bax belə bu həmişə yadımdadır. Mənim Rəşid müəllimin məni çox istəməyi, belə həmişə arxamda dururdu. İstər o, istər onun həyat yoldaşı Ceyran xanım. Allah rəhmət eləsin. İndi də elə mən Rəşidə xanımla danışıram. Həmişə yada salırıq. Çox gözəl xanımdır Rəşidə xanım. Çox həqiqətən savadlı, çox səviyyəli. Nə bilim, o ilə söhbət eləyəndə adam rahatlaşır. Yadımıza salırıq o günləri. Belə, yəni mən çox fəxr eləyirəm ki, mən Rəşid müəllim kimi müəllimim olub. Bəli. Mobil Əhmədov kimi mənim müəllimim olub. Teatr tamaşalarında daha çox oxuyurdu. Nəğməli Könüldə mənim tərəf müqabilim idi də. Biz onunla bir yerdə teatrda işləyirdik. Çox gözəl insan idi. Sonra mənim aktyor sənətimdən müəllimim Məlik Dadaşov idi. Məlik Dadaşov o qədər mənim xətrimi çox istəyirdi. Mənə deyirdi ki, bizdə qruppada 10 nəfər idi universitetdə. Mən həmişə deyirdi qrupaya, deyirdi ki, bu qruppadan ancaq Almaz aktrisa olacaq, müğənni olacaq. Elə də oldu. Yəni sizin qrupdan başqa heç kəs olmadı aktrisa? Oldu. Brilliant mənlə oxuyurdu. Aha. Heydər Anatollu mənlə oxuyurdu. Və salam. Onlar da müğənni oldular. oldular. Amma siz həm də aktrisa oldunuz, bunu da deyək. Düzdür, Brilliant xanım da bir neçə dəfə özünü aktrisa kimi sınayıb ayrı-ayrı filmlərdə, tam əsərlərdə və s. Almaz xanım, 2 qız övladınız var, 3 nəvəniz var, Allah saxlasın. Bütün balaları xoşbaxt eləsin. Bilmirəm, nənə olmaq necə bir hissdir. Hələ biri də gəlir. Maşallah olsun. İnşallah. Bilirsiniz, bugün o qədər uşaq tərbiyəsi ilə bağlı, müasir ailə modeli ilə bağlı fikirlər səslənir ki, amma mən həmişə deyirəm ki, ən təcrübəli insanlar, ən yaxşı psixoloqlar o yolu keçən insanların özləridir.
Yəni müəyyən təcrübəsi olan analar, nənələr, onlar daha yaxşı bilirlər ki, uşağa necə yanaşmaq lazımdır, onları necə tərbiyə etmək lazımdır ki, onlar gələcəkdə bir-birləri ilə can deyib can eşitsinlər. Bax bu gün o can deyib can eşitmək məsələsi var. Müasir Azərbaycan ailələrinin ən önəmli məsələlərindən biridir. Mən eşitdiyimə görə sizin qızlarınız bir-birinə o qədər çox bağlıdılar. Buna necə nail olmusunuz? Yəni mən özüm də bir anayam. İstəyirəm sizin təcrübələrinizdən yararlanım. Mən deyim də, deyirsiniz nail olmusunuz. Mən həmişə deyirəm onlara o sözü. Mən deyirəm ki, mama həmişə olmayacaq ki. Mən istəyirəm ki, siz həmişə bir-birinizi sevəsiniz, hörmət eləyəsiniz. Çünki bir-birinizə siz qalacaqsınız. Mamadır, papadır, müvəqqətidir bu həyatda. Çalışın, öz evladlarınızı da mehriban böyüdün. Yəni uşaqlıqda onlar davada eləyirdilər, bir-biri ilə yola getmirdilər, amma ailə quran kimi onlar mehribanlaşdılar. Ona görə də mən bu sözü həmişə deyirəm. Bax qızım buradan gedir, balaca qızım gedir nəvələrimi görməyə. İnanın nələr almır onlar üçün. Elə çox istəyir o öz bacısı uşaqlarını. Hətta üçüncü uşaqlarına, evladlarına. Mən böyük qızım, balaca qızımın adını verib. Öz bacısının adını verib. Bəli. Özünün Mədinədir adı, bacısının Əminə. Öz balaca qızına Əminə qoyub. Siz necə yanaşdınız buna? Yəni çox yaxşı. Yəni mən nə deyə bilərəm? Yəni demədiniz ki, ay qızım mən qala. Yox, deyir. Sən niyə bacının adını qoyursan? Onlar elə bir ki, özləri ailədə həm yoldaşı, həm özü rahat qərar veriblər. Mən çox istədim ki, qudamın adını qoysunlar. Aha. Mən qudalarımı çox istəyirəm. Çünki çox insan adamdılar. Biz dostuq onlarla. Bəli. Hə. Nə bilim, nəsə qoymadılar. Nəsə bu adı seçdilər. Və siz də normal qəbul edərdiniz. Mən də heç vaxt onların söhbətinə, aralarına girmərəm. Özləri bilərlər, öz evladlarıdır. Heç vaxt müdaxilə eləmərəm. Tək mehribançılıq olsun. Almaz xanım, deyirlər ki, musiqi ən yaxşı dərmandır da insan həyatı üçün. Hətta ən məşhur cərrahlar belə ən yaxşı mahnıların sədaları altında o əməliyyatları aparıblar. Dünya təcrübəsində də bu var. Musiqi həmişə sağaldır. Məsələn, həmişə sizi musiqi xilas edə bilib. Baxın, mənim anam çox musiqini sevən olub. Anamı gəzməyə aparanda artıq qocalmışdı. Otuzdururdum maşınıma, aparırdım və lirik mahnıya qulaq asırdım. Anam istənirdi. Deyirdi, dəyiş mahnını. Deyirəm, ay mama, ne üçün? Lirik mahnı qulaq asma. Həmişə şox mahnı qulaq as ki, sənin keyfin qalxsın. Yəni, həmişə nastroyeniyada da əhval-ruhiyyə yaxşı olsun. Elə doğrudan da düz deyibmiş. Allah rəhmət eləsin bütün valideynlərimizə, o həyatdan köçən valideynlərimizə. Doğrudan da çalışıram az qulaq asım lirik mahnılar. Mahnı var səni ağladır, mahnı var səni keçmişə qaytarır. Mahnı var səni coşa gətirir. Nəsə eləmək istəyirsən, nəsə nə bilim keyfləndirir, nəsə hər cürə bir mahnı var. Amma çalışın ki, şu mahnıya qulaq asın. Bəs sizin repertuarınızda da axı o lirika var. Hətta mən deyərdim üstünlük təşkil eləyir. Elə birinci biz sizə hansı mahnı ilə, mən özüm deyirəm, ola bilər başqa dinləyici, başqa mahnı ilə sizi tanıyıb, Alim Qasımovla o məşhur yandıra. Təsəvvür edin, bir mahnıda ki, yandırmaqdan danışılır. İndi mən buna necə şux mahnı deyim? Mən sizə deyim, 40 ilə yaxındır o mahnı. Hələ də dəbdədir. Hələ də o mahnı oxunur. Necə yaranmışdı o mahnı? Deyim də sizə, bir mahnı da var idi, Gərayzadənin yazdığı. Dağların başı qara, gözəlin qaş. Onu da mən oxumalıydım. Nəsə bir incilik oldu aramızda, mən oxumadım. Və ikinci mahnı səni axtara-axtara.
Artıq Vaqif dedi ki, sən oxumalısan. Mən oxudum və alimə də demişdi. O mahnını bir 3 ay yazmışıq. Sətir bə sətir. Neçənci il idi təxminən? 87-ci il. Ay maşallah. Yeni il şənliyində. Bəli. Hə, o 87 keçirdi 88-ə. İnanın ki, o mahnını biz çəkdik. O Sevinç xanım var idi. Kərimova. Bəli. Rəhmətə getdi. Karvan qrupundan. Karvan qrupu. Bəli, Allah rəhmət eləsin. Onun rejissörü o idi. Ümumiyyətlə yeni ili ona vermişdilər. O da buna klip kimi çəkmişdi. İnanın biz 10 gün qabaq 10 gün yanvarın 1-dən 10-una kimi bizdə istirahət günlərimiz idi. Mən onda universitetdə oxuyurdum. Deməli, yeni il şənliyində ayın 31-i bu klipi veriblər. Artıq 10 gündən sonra mən dərsə gedəndə elə bir 26'lar idi də qabaq sahil metrosu. Oradan çıxırdım. 3-4 dənə universitet gəlirdi də. Burada API var idi. Neçə dənə də universitetlər vardı. Hə. İnanın mən gedirdim, dalımca oxuyurdular mahnını. O qədər ki bu 10 günün içində o qədər vermişdilər. Populyar olmuşdu. Çox populyar olmuşdu və indiyə kimi də. Bəs Alim Qasımovun tərəf müqabiliniz olması, yəni o muğam ifaçısıdır. O vaxt mən deməzdim ki, Alim elə populyar idi, yox. Alim elə populyar deyildi. Yəni siz özünüz demədiniz ki, məsələn, bu oğlan kimdir, mən bununla necə olacaq, oxuyacaq? Mən oxuyurdum 3-cü kursda, Alim oxuyurdu 4-cü kursda. Tələbə idi. Bəli, biz tələbə dostlarıydıq və Alimin də o qədər populyarlığı yox idi. Ola bilərdi, gedirdi məclislərə, belə bir muğamat müğənnisi kimi, amma deyim ki, belə yox idi və bu klipdən sonra çox belə ajotaj oldu da bu klip. Ona görə belə sevdi insanların tərəfindən. İnsanlar sevdi və hələ də yaddaşlardadır. Mən hətta fikirləşirəm ki, bu illər ərzində nə əcəb sizin Alim Qasımovdan sonradan növbəti proyektləriniz olmayıb. Amma olsa mən bir tamaşaçı kimi həqiqətən çox maraqla qarşılayaram. Mənə elə gəlir ki, prodüserlər, menecerlər, rejissorlar bu barədə düşünsünlər. Mütləq düşünsünlər. Çünki siz fikir vermisiniz, bugün bizim musiqimizdə artıq belə bir ənənə var ki, keçmiş mahnıları, köhnə mahnılar, yəni retro ifaları təzədən cover versiyada oxuyurlar. Hətta buna etiraz edənlər də var ki, niyə bəstəkarlar yeni mahnılar yazmırlar, qoy yenilər yaransın. Amma görün o mahnılar necə gözəl mahnılar olub ki, hələ də ifa olunur, müxtəlif üslublarda ifa olunur. Yəqin ki, sizin də repertuarınızdan olan mahnılara belə yanaşmalar var. Münasibətiniz necə olur? Yəni, məsələn, axtara-axtaranı sizdən sonra oxuyanlar olub da, sözsüz ki. Olub, niyə olmayıb, belə bir sev. Amma o mahnıya gələndə hamı yazır ki, yox, Almaz xanım yaxşı oxuyub o mahnını, Alim müəllim yaxşı oxuyub o mahnını. Yəni, yaddaşlarda həmişə birinci ifaçı qalır. Kim oxumasa da, mən özüm də kimin mahnısını oxumasam da deyirlər ki, yox, birinci ifaçı yaxşı oxuyub. Həmişə elə olur. Almaz xanım, zaman keçdikcə ömrün pillələrini bir-bir qalxdıqca nəyin daha çox fərqinə varırsınız? Bilirsiniz, mən uşaqlıqdan necə uşaq olmuşamsa, elə də gedirəm. Heç sevməmişəm ki, bir günüm hədər keçsin. Həmişə özümə gün yaradıram. Şənlik yaradıram. Sevirəm, bax, biz bir gün evdə oturmarıq, harası çıxarıq, nəsə yığaram rəfiqələrimi. Məndə bu var da. Çünki bizim həyatımız bir göz qırpımındadır. O qədər, bax, mən elə bilir, cavan olanda biz elə bilirik ki, elə belə qalacaq. Hamı elədir. Heç fikirləşmirsən ki, mən qocalaram. Ona görə də insan yaşa dolduqca günlər və hədər istəmirsən keçsin. İstəyirsən hər günün bir dəyərli keçsin. Mən də elə olmuşam. İstəyirəm ki, mənalı keçsin hər günüm.
yaxşı insanlar axtarıram, yaxşı ünsiyyət axtarıram. Kobudluğu sevmərəm. Nə bilim, kimsə məni maraqlandırmır. Ancaq özüm üçün yaşayıram, balalarım üçün yaşayıram. Bundan gözəl nə var ki? Və həm də nəvələr üçün. Nəvələr üçün, hə. Onlar mütləqdir. Həqiqətən nəvə baladan şirin olur. Bilirsiniz, nəvəni görəndə sənin elə balon düşür yadıma da. Öz balavın balacalığı düşür yadıma. Onun o hoqqaları görsən ki, otururuq, nəvə orada nəsə eləyir, deyirəm, ay Mədinə, sən də uşaqlıqda belə eləmişdin, belə idin, bax, gözü sənə oxşayır, hərəkəti sənə oxşayır. Amma ki, hər şey gözəldir, nəvə şirindir, amma əlbəttə ki, bala ondan da şirindir. Yəni, övlad başqadır. Bəli, evlad başqadır. Evlad tam başqadır. Mən balamı əlbəttə ki, çox istəyirəm. Allah saxlasın hamısını. Almaz xanım, bilirəm, adətən müsahibələrin sonunda bu sualı verirlər. Başqa hansı planlarınız var? Amma mən sizi hər gün, yəni hər gün deyirəm, tez-tez səhnədə görürəm, teatr səhnəsində görürəm və ümid edirəm ki, tamaşaçılar da əgər Almaz Ələsgərini görmək istəyirlərsə, onda musiqili teatra üst tuta bilərlər ayrı-ayrı tamaşalarda. Almaz xanım bəzən özü görünməsə də səsini eşidirəm. Fikirləşirəm ki, bu mahnını görəsən Almaz xanım durublar, yoxsa necə? Olurmu belə şeylər? Bilmirəm dəqiq, bu mənim tamaşaçı fikrimdir. Amma hər halda qarşıda sizin etmək istədiyiniz yeni layihələr ola bilər. Məsələn, bugün Azərbaycan musiqisində baxın, elə proseslər gedir ki, o qədər rəngarəngdir ki, hər şey. Yəni, süni intellekt oradan ömrümüzə daxil olub. Gənclərin fikirləri bir başqa cürdür. Bu rəngarəngliyin içərisində Almaz Ələsgərli nə etmək istəyir və özünü necə görür? Mən elə bu yaxında bir klip çəkdim, süni intellektlə. Çox gözəl oldu. Deyirlər mənə ki, ay Allah, bu Xan Sarayını hardan tapdın bilməyənlər. O qədər bu süni intellektlə oxşayıb bu Xan Sarayı. Sonra deyirlər, o bəylə gəlini hardan tapdın? Elə bir bəy gəlin mahnısı idi. Təzə gəlin, təzə bəy. Var, o YouTube kanallarında da var, yerləşdirmişik. Tezəlikcə ilə qutarmışıq onu. İnşallah mahnılarım çoxdur. İmkan olsa əlbəttə ki, hər bir mahnıya bir klip çəkərdim. Almaz xanım, mən sizə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun. Siz bizim, istəyirəm, biraz ehtiyatla deyirəm bu cümləni, əziz dinləyicilər, ki, Almaz xanım bizim uşaqlığımızın, yeniyetməliyimizin, gəncliyimizin mən sevinirəm, Almaz xanımıdır. Və bu ildə onun yubileyidir. Bu veriliş sizin yubileyinizə hədiyyə olsun. Əlbəttə ki, ən gözəl hədiyyələrə layiqsiz. Hələ var doğum gününüzə. Hansı aydadır? Oktyabr ayında. Oktyabr ayındadır, bəli. Amma oktyabra qədər mən istəyirəm ki, sizin haqqınızda belə gözəl söhbətlər çox olsun. Çünki siz Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən xanımlarımızdan, ifaçılarımızdan birisiniz. Sonda nə arzu edirsiniz? Bax, bizi dinləyənlərə, insanlara, həyatın bərkini, boşunu görmüş bir sənətçidən arzular eşitmək məncə maraqlı olar. Bilirsiniz, biz itirə-itirə gedirik. Mən hamıya can sağlığı arzu edirəm. Canınıza baxın. Qoymayın nəsə bir canınıza baxın. Belə yeyin, için, kef eləyin. Heç bir gününüzü hədər boşa verməyin. Nə bilim, sevin, sevilin. Necə deyərlər, pis şeylər fikirləşməyin, ancaq pozitiv olun. İnanın ki, belə olandan sonra Allah insana o qədər necə deyərlər, ucaldır, gözəl eləyir. Nə bilim, mən belə görürəm həyatı. Nə gözəl. Mən elə bir ki, inanın, çalışıram heç kimlə inciməyim. Çalışıram heç kimdən pis söz eşitməyim. Ancaq
yaxşı. İnanın ki, insan yaxşı olanda Allah o qədər ona verir. O qədər olmayan yerdən qismət Düzdür. eləyir. Düzdür. Ona görə də yaxşı olun. Allah balalarınızı xoşbaxt Çox sağ olun. eləsin. Həyatda ailə gözəl şeydir. Sevgi gözəl şeydir. Xoşbəxtlik gözəl şeydir. Bax, ancaq belə şeyləri tutun əlimizdə. Həyatı gözəl görənlərin müğənnisi Almaz xanım Ələsgərova ilə həmsöhbət olduq bu gün əziz Çox dinləyicilər. sağ olun. Bir daha sizə dərin təşəkkürümü Çox sağ olun bildirirəm. Pərvanə xanım. Allah sizi bu televiziyadan əksik eləməsin. Həmişə proyektlarınız birinci olsun. Təşəkkür edirəm. Çünki mən sizi görəndən çox belə özünüzdə pozitiv xanımsınız, işinizi sevən xanımsınız. Sizə uğurlar. Təşəkkür edirəm. İctimai kanal, öpürəm sizi. Var olun hər zaman.